İran prezidenti Mahmud Əhməd-Neşad bugün Türkiyəyə səfər edəcək. İRNA-nın xəbərinə görə, İslam Respublikasının prezidenti 7-9 iyun tarixlərində İstanbulda keçiriləcək Asiyada qarşılıqlı fəaliyyət və etibarın möhkəmləndirilməsi tədbirləri konfransının 3-cü müşavirəsində iştirak edəcək. Məlumata görə müşavirə Türkiyə prezidenti Abdullah Gülün sədrliyi altında keçiriləcək. Müşavirdə İran prezidenti ilə yanaşı konfransa üzv ölkələrin liderləri, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev, Rusiyanın baş naziri Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Əfqanistan prezidenti Həmid Kərzai iştirak edəcək. Eyni zamanda Putini Rusiyanın xarici İşlər naziri Sergey Lavrovun müşahidə edəcəyi gözlənilir. Müşavirədə Türkiyə hələ də təşkilata rəhbərlik edən Qazaxıstandan sədrliyi qəbul edəcək. Qeyd edək ki, konfrans Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə 1992-ci ildə yaradılıb.